Avqustun 27-si günorta radələrində Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında təxribatın görüntüləri yayılıb. Globalaz reporta isnadən xəbər verir ki, video görüntülərə əsasən naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib. Qeyd edək ki, hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayaraq Rusiya Federasiyasının aidiyyəti qurumlarını bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hər tərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.